artıq yeməklərimiz. Hazırdır. Bəli, artıq hazırdır. Masaya sizin... Az sonra masaya təqdim edəcəksiniz. Bir daha məlumat verək. Bax, bu çoban qovurmasına nə əlavə eləmişsən? Danan can ətidir, quzun quyruğu ilə tərəvəzdir. Quzu quyruğunda pilə kimidir, bax, əti hal-hazırda. Özü Beyləqandan gətirmişsən o quzuları. Bizdə quzularımız Beyləqandan gəlir. Diri quzularımız restoranda kəsilir. Və danan can ətidir. Danan belləri bizdə şapalaq deyirik biz onu. Satışları çoxdur. Beyləqandan gəlir, yerli heyvanlarımız çox dadlı olur. Və dadlı da hazırlayırsınız. Bəli, Natiq, sən buyur. Müşah bəy, artıq bizim yeməyimiz hazırdır. Antrikotumuz, biberi ilə, pomidor ilə, quyruq yağında hazırdır. İndi masaya verə bilərik. Bəli, artıq bir neçə dəqiqədən sonra dediyimiz kimi masaya təqdim olunacaq. Ünvanı bu dəfə sən söylə. Bizim Beyləqan Alev restoranı yerləşir Bakıxanov qəsəbəsində. Nefsələ metro stansiyasından üzüb Bakıxanov düşəndə yolun sağ tərəfində Beyləqan Alev restoranı yerləşir. Buyurub hər iki gələ bilər, yolunuzu gözləyirik. Bu gözəl məkanla Beyləqan Alev restoranda. Və bizlə əlaqə saxlamaq üçün əvvəlcədən zəng vurun 070 221 10 onun sürməsindən əlaqə saxlaya bilərsiniz və buyurub gələ bilərsiniz, yolunuzu gözləyirik. Bəli, sənə də söz verəndə heç də saxlama Seymur desin. Telefon nömrəsini sonra deyəz də. Mən ancaq bütün biz izləyicilərimizi dəvət edirəm. Gözəl məkanımıza. Bəli, gözəl məkan Beyləqan Ailəvi restoranı mükəmməldir. Natiq də mükəmməldir. Seymur da bütün kollektivdə. Biz isə davam edəcəyik, amma qısa reklam fasiləsindən dərhal sonra. Reklamlar.